Buyur. Əziz dostlar, hörmətli sosial şəbəkə izləyiciləri və dəyərli ağdaşlar, bugün rayonumuzun ən dəyərli şadlıq sarayı olan Aşıq Şadlıq Sarayında bir xeyir işləyib, toydayım, çatdayım. Bizə sevindirici hal ondan ibarətdir ki, bugünkü toy bizim sənət dostumuz olan, qardaşımız olan Tərlan müəllimin nəvəsinin xeyir işidir, toydur, müsatıdır və nə yaxşı ki, bugün o toyu, o gözəl anı Allah Teala yaşamağı bizlərə nəsib elədi. Və mən çox bugün xoşbəxtəm ki, bugün iki dəyərli müğənni ilə bizim Kənan qardaşımız və Pərviz qardaşlarımla bir məclisi bölüşürəm və inandırıram ki, bugün bu məclisdə hər bir kəsin qəlbində, ürəyində sevinç dolu anlar yaşayır və yaşayacaqdır. Kənan mənim, xoş gəlmişsən. Allah səni var eləsin. Səsin də, avazın da, insanlığın da, mədəniyyətin də, hər şey bizim üçün o qədər güzəldir ki, inan səni o sənət aləmindən qıraqda bir qardaş kimi xətr istəyir. Xoş gəlmişsən, sabah gəlmişsən. Söz sənindir, buyur. Dəyərli sözlərə görə təşəkkür edirəm. Çingiz müəllimin sözünə əlavə olaraq deyim ki, ən azı bizlər də Tərlan müəllim qədər sevirik. Ona görə ki, Tərlan müəllim bizim əzizimizdir, musiqisi dostumuzdur. Nəvəsinin xeyir işidir, ən az bizlər də sevinirik. Allah başa can versin, inşallah. Böyük toyunda qismət olsun, bax belə kollektiv şəkildə gələk, təbrik eləyək inşallah. Allah möhlət versin. Amin, Allah möhlət versin. Təşəkkür edirik ki, bu möhtəşəm Aşıq Şadlıq Sarayında da bizlərə bu yüksək şəraiti qurublar. Allah hər birini var eləsin. Paşa qardaşım, təşəkkür edirəm çəkilişi üçün. Bax, bu gözəl məkanda bizləri öz kadrında götürürsən. Təşəkkür edirəm. Sağ olun, var olun. Və Kənan qardaşım, ağdaşımızı regionda layiqincə təmsil edən son 5 yıldız Pərviz qardaşımıza səhət edirəm. Çingiz müəllim, təşəkkür edirəm. Biz də öz növbəmizdə Tərlan müəllimə göz aydınlığı verək. Bugün musiqi toyudur, sənətçilərin toyudur. Allah mübarək eləsin, böyük toy görsün inşallah. Kənan qardaşım da əsasına baxım var versin. Çingiz müəllim də bizim dəyərli asıllarımız. Bəli, ağdaşımızda nömrə bir vəkil olan Aşıq Şadlıq Sarayı. Həmişə burada toylar olsun, düğünlər olsun, başda Elman məmnunatla anar qardaşımıza öz minnətlarımızı bildirək. Toylarımızın yeganə məkanı 3 dənə əjdaha toyumuzu inşallah əl-ələ verib qəşəng bir şəkildə qeyd edəcəyik. Allah bu Şadlıq Sarayından musiqi sədalarını əks eləməsin. Bizim operatorumuz Paşa qardaşımıza da can sağlığı. Gedən toyumuza. Davam edir.